Bir günlərin bir gənc həyatının xoşbəxtliyini tapmaq üçün araşdırmalar eləyir. O qədər gəzir ki, bu gənc deyir ki, mən həyatın xoşbəxtliyini necə taparam deyə axtarışa çıxır. Deyirlər ki, uzaq bir dağın dibində yaşlı bir qoca ixtiyar yaşayır. Yəni, get o həyatın xoşbəxtliyini bilir və də artıq orada yaşayır. Uzun yollar gedir gənc və də həmən o yaşlı kişini tapır. Deyir ki, bəs belə, həyatın xoşbəxtliyi nədir? Çox insanlar onun qəbulu üçün uçretdə durur, yəni növbə gözləyir. Gözləyir və də hər nəysə, oğlanın növbəsi, gəncin növbəsi gəlib çatır. Gənc deyir ki, həyatın xoşbəxtliyini mən axtarmağa çalışıram, özümü heç xoşbəxt hiss eləmirəm, heç özümü gümrah hiss eləmirəm, heç şükür eləyə bilmirəm. Yaşlı kişi deyir ki, bu yağın içərisinə, qaşığın içərisinə yağı tökür və də deyir ki, get mənim bağçamı gəz və də qaşığın içərisindəki yağı dağıtma. Oğlan deyir ki, verdiyim sualın cavabı heç məntiqli olmadı, nə anlamı var, dəxli var. Yaşlı kişi deyir ki, amma yağı dağıtma. Oğlan gedir, gəzir, bütün bağçanı gəzir və də yağı dağıtmır təbii ki. Deyir ki, bax dağıtmadım. Kişi heç ondan yağı soruçmur. Deyir ki, sən mənim həyətimdəki, bağçamdakı gülləri, çiçəkləri, gözəllikləri görə bildinmi? Dedi, xeyr, mən görə bilmədim. Siz mənə dediniz, axı yağı dağıtmayın. Mən fikrimi qaşıqdakı yağa cəmləmişdim. Deyir ki, yaxşı onda, yağı da var indi yenə qaşıqda. Ancaq ki, mənim həyətimdəki gülləri, çiçəkləri, gözəllikləri, yəni orada necə gözəl quşların, nə qədər gözəlliklərin olduğunu gör. Yağa fikir vermə, dağılsa da olar, dağılmasa da. Olan gedir, yəni heyran qalır, bütün gözəllikləri görür. Əlbəttə ki, yağı unudur. Gəlir, kişi deyir ki, qaşıqdakı yağ hanı bəs, baxcam necə? Yox, biri ilk öncə soruşur, baxcam necə idi? Deyir ki, çox gözəl, o qədər danışır ki, gözəllik belə, quşlar elə, o qədər gözəl idi ki, o qədər şükür eləyəcək şeylər var idi ki, kişi deyir, bəs deyir, qaşıqdakı yağ hanı? Deyir ki, mən fikrimi heç ona cəmləmədim, yəni o qaşıqdakı yağı unutdum və də bağçanın gözəlliklərinə baxdım. Kişi deyir ki, bax, həyatın, yaşlı kişi isə deyir ki, həyatın xoşbəxtliyi bax elə budur. Həyatın xoşbəxtliyi sənin cəmləmiş olduğun fikirlərindən ibarətdir. Əgər, indi hal-hazırda sizə bir dənə metafor verəcəm. Metaforda, yəni gözünüzü yumun, kıçınızın, sol kıçınızın, yəni fərqi yoxdur, sol sağ hər hansı bir kıçınızdan sol kıçınızdan. Yəni oradakı olan prosesləri izləməyə